Xoş gördük. Bugünkü mövzumuz çox aktualdır. Öz həmkarımla birlikdə nəyə görə real şəkildə insanlar pul qazanmağa ehtiyacı və eyni zamanda imkanı olduğu halda pul qazana bilmirlər. Yəni burada söhbət sekret kitabından getmir, manifest məsələlərindən getmir, nə bilim çəkim qüvvəsi var, sən pulu çək ki, pul sənə gəlsin, bu məsələlərdən getmir. Yəni pulla bağlı realistik məsələlərdən söhbət gedir. Hansı ki, çoxsu pulla bağlı uşaq vaxtı alınmış travmalarla bağlantılıdır. Pulla bağlı real, məhdudlaşdırıcı inanclarla bağlı məsələlərdir ki, hansı ki, o insanı əngəlləyir ki, insan çoxlu pul qazansın və yaxud da qazanırsa da onu elə formada qazanır ki, o əldə, necə deyirlər, uzun müddətli qalmır. Ya da qaldıqda insanı xoşbəxt etmir. 4 əsas meyar var. Birinci meyar puldan qaçışdır. Yəni insana uşaq vaxtından beyninə yeridilir ki, pul əl çirkidir. Əgər, necə deyirlər, sənin pulun çoxdursa, demək ki, sən dürüst insan deyilsən. Əgər sənin pulun çoxdursa, demək ki, sən ruhani insan deyilsən. Əgər sən kasıb deyilsənsə, deməli, mərd deyilsən. Əgər sən çoxlu pul qazansan, bir mənalı olaraq qonşuların sənə paxıllıq edə bilər, qonşuların üzülə bilər, yaxınların, necə deyirlər, səndən üz döndərə bilər. Əgər sən daha artıq yesən, başqalarının yanında utana bilərsən. Daha artığını qazansan, başqaları səni özündən razı olaraq damğalayar. Yəni burada ümumi inanc odur ki, əgər bir insanın ümumiyyətlə çoxlu pulu varsa, o böyük ehtimal %99% fırıldaqçı hesab olunur. Yəni bu da insanda günahkarlıq duyğusu yaradır. Adətən ikili hadisəni tətikləyir. İnsan pul qazanmaq istəmir və yaxud da pul qazanmaq ərəfəsində hadisələri elə sabotaj edir ki, artıq pul qazana bilmir, ona görə ki, qorxur ki, o çox pul qazansa egoist kimi görünər. O atasından, anasından və yaxud da yaxınlarından daha çox pul qazansa, bir mənalı olaraq, yəni özünü günahkar, düşmüş, o cümlədən uğursuz bir adam olaraq hiss edir. Əsas məsələlərdən biri budur. Və digər məsələ isə qorxur ki, o çox pul qazansa, kimsə ona cadu eləyər. Kimsə onu öldürə bilər. Kimsə onun paxıllığını edərək ayağının altını qaza bilər. Yəni bu kimi meyarlar, bu kimi inanclar üstünlük təşkil edir ki, hansı ki insana real pul qazanacağı mühitdə pul qazanmağına mane olur. İkinci yanlış inanc isə bundan ibarətdir ki, həmin insan düşünür ki, mənim pulum varsa, hər şeyim var. Məsəl üçün, mənim pulum varsa, xaricdə ən yaxşı yerlərdə yaşaya bilərəm, mənim pulum varsa, hətta həbsxanada olsam, orada belə yaxşı həyatda qala bilərəm, mənim pulum varsa, ümumiyyətcə xəstəliyə belə tutulsam, mən həyatda qala bilərəm, mənim pulum varsa, ümumiyyətcə mən hər şey edə bilərəm. Yəni bu inanc elə bir formadadır ki, sanki o insan düşünür ki, pul hər şeydir. Düzdür, çox hallarda 50, 60, 70% hallarda pul daha çox problemi həll edirsə, amma bu insanın o düşüncəsinə görə belədir ki, pulun varsa, bəli, sən hər şeyi əldə edə bilərsən, hər şeyi həll edə bilərsən, pulun yoxdursa isə ümumiyyətcə yaşamağa dəyməz, yaşamaq çox çətindir, ağırdır və s. bu kimi negativ kodlar olduğu üçün ümumiyyətcə həmin insanın pulu olmadıqda avtomatik olaraq depressiyaya düşür, həmin insanın pulu olmadıqda o düşünür ki, sanki mən həyatda qala bilməyəcəm, çox böyük bir təhlükə baş verilmiş kimi bir situasiyaya düşür. Üçüncüsü isə pulun statusla bağlı olduğuna dərin bir inancdır. Yəni insan inanır ki, yalnız mənim pulum varsa mən dəyərliyəm. Pulum yoxdursa dəyərsizəm. Pulum varsa özümü yaxşı hiss edirəm. Pulum yoxdursa özümü pis hiss edirəm. Pulum varsa, necə deyirlər, qürurluyam. Pulum yoxdursa qürursuzam. Mən demirəm pul lazım deyil. Pul lazımlı bir şeydir. Amma burada əgər insanın bazı ehtiyaclarından söhbət gedirsə, evdə yaşamaq, tualetə getmək, tibbi xidmətlərdən istifadə eləmək, yemək yemək və bəzi, necə deyirlər, maşın kimi, əlavə ev kimi bəzi ehtiyaclarını ödəməyi nəzərdə tuturam. Yəni bunlar elə həyatın minimal vəsaitləri insanda olmalıdır bu sağ qalmaq üçün, yaşamaq üçün, problemlərini həll etmək üçün. O cümlədən dəyərlərini də bu pul vasitəsilə həyata keçirmək üçün. Məsəl üçün, insanın deyək ki, təməl ehtiyacı başqalarına təhsil verməkdir, ona görə məktəblər açır.
deyək ki, işlə təmin eləməkdə ona görə varlanır, deyək ki, zavodlar açır. Yəni burada pis bir şey yoxdur. Pis bir şey pulun yoxluğunda o özünü çox dəyərsiz hiss eləməyindir. Burada əsas məsələ budur. Ona görə də belə durumlarda insanların səhvləri nə olur? Deyək ki, kirəyə qaldığı yerdə gedirlər, məsələn, iPhone 17 alır, məsələn. Ən axırıncı qəpiyindən də çıxır ki, qoy cəmaat görsün ki, bunda iPhone 17 var. Və yaxud da mən niyə 07 almalıyam? Qoy mən dişimi sıxım bir dəfəlik 4 fara Mercedes alım. Və ya 4 göz Mercedes alım. Və ya da Galenwagen alım ki, başqaları deməsin ki, bu 07-də harasa gəlibdir. Yalnız və yalnız özünü müqayisə eləmək və ən dəhşətlisi də odur ki, belə insanlar öz real həyatlarını sosial şəbəkəyə girib başqalarının saxta dəbdələbəli olmayan həyatı ilə müqayisə edirlər ki, və bu da insanı depressiyaya aparır və pul əsas məqsəd olmaqdan çıxır. Yəni bu inanc düzəlmədən, yəni insan şəxsiyyət olaraq özünü puldan ayırıb, pulu sadəcə vəsait və vasitə olaraq qəbul eləmədən, pulu birbaşa şəxsiyyəti ilə eyniləşdirərək heç bir zaman çoxlu pul qazana bilməz, qazansa da ondan xoşbəxt ola bilməz. Və sonuncu, dördüncü inanc isə, negativ inanc isə bir insanın pula qarşı həddindən artıq ayaq sayıq olmasıdır. O düşünür ki, ümumiyyətcə həyatda ağır hadisələr ola bilər, çətin vəziyyətlər ola bilər, təbii fəlakət olar, zəlzələ olar, müharibələr olar. Hər zaman beynində belə bir inanc var ki, sanki nəsə olar və mənim pulum çatmaz və mən yetərsiz qalaram və bu inancdan dolayı o insan hər zaman demək olar ki, çoxlu xərcləmir, ehtiyacı olan yerlərdə gedib iştirak etmir, pulunu hər zaman ehtiyatda saxlayır, nə bilim 10 min, 20 min, daha çoxunu ehtiyatda saxlayır ki, hər zaman gələcəkdə nəsə ola bilər, nəsə çatmaz, nəsə yetməz və bunun nəticəsində mən həyata qala bilmərəm və belə bir ağır, dərin inanca görə demək olar ki, bir çox hallarda həyatını yaşaya bilmir, xərcləyə bilmir, gəzə bilmir və bunun nəticəsində avtomatik olaraq o insana bu inancın nəticəsində çətinliklər qaçılmaz olur. Mən və mənim komandam və mənim təsis etdiyim The Dark NLP Akademiyası sisteminə görə biz bu sistemi tamamilə düzəldə bilirik. Pulla bağlı ilk öncə insanın yaşadıkları travmaları müalicə edirik. Daha sonra öz güvəni, öz dəyəri artırırıq. Daha sonra yaxşı formalaşdırılmış nəticə qoyuruq. Yaxşı formalaşdırılmış nəticə hədəfin düzgün qoyulmasıdır. İstər necə deyirlər, istədiyin şeylə bağlı, nə açmaq istəyirsən, nə olmaq istəyirsən, harada olmaq istəyirsən. İstər də pul qazanmaqla bağlı. Yəni, ən əsas da mərkəzdə bu götürülür. Bu 4 inancı ləğv edib yerinə pulla bağlı sağlam inanclar yerləşdirmək birbaşa olaraq nədir? Yəni, həm çoxlu, həm produktiv pul qazanmaq, həm də o qazandığın pulla xoşbəxt olmağın garantıdır və bunun təlimlərini biz verməyə hazırlaşırıq və qruplar yığılır. İstəyən insan müraciət edə bilər, bizə direktə yaza bilər.